Səid Bayramov 20 noyabr 1999-cu ildə Kürdəmir rayonunun Çölərəb kəndində anadan olmuşdu. Azərbaycan ordusunun əsgəri olan Səid Bayramov 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü kəşfiyyatçı olaraq xüsusi təyinatlı qüvvələrin tərkibində iştirak etmişdi. Füzulinin, Cəbrayılın, Zəngilanın, Xocavəndin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdu. Səid Bayramov 1 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdu. 5 noyabr 2020-ci ildə dəfn olunmuşdu. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Səid Bayramov ölümündən sonra vətən uğrunda Xocavəndin azad olmasına görə, Füzulinin azad olmasına görə cəsur döyüşçü, Şuşanın azad olmasına görə medalları və 3-cü dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif edilib.